Hər kəsə salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Bu dəfə biz bir tədbirə dəvətli idik. Ora getmişdik. Dedim oradan da sizin üçün bol-bol çəkiliş edeyim, bir vlog hazırlayım. Tədbirimiz isə rəsm müsabiqəsi idi. Deməli, Aras supermarketlər şəbəkəsinin yaranmasının 15 ili tamam olurdu. Bu münasibətlə bir yarış keçirirdi. Yarışın şərtləri ondan ibarət idi ki, yalnız boya və quajlarla kətan və yaxud A3-də bir şəkil çəkməli idi bu mövzu barəsində və təqdim etməli idi. Biz də bu müsabiqəyə qoşulduq. Tədbir başlamamışdan qabaq bizə icazə verdilər ki, bu zalı gəzək və mən də rahat çəkilişimi etdim. Yaxşı ki etmişəm. Sonradan adam çox oldu. Heç fərli başda çəkiliş edə bilməmişəm. İnanın ki, şəkilləri gördüm, rəsmləri gördüm. O qədər təəccübləndim ki, yəni necə az yaşlı uşaqlar, necə gözəl şəkillər çəkmişdilər. Sizə rəsmlərin gözəlliyi deyib susuram. Bilmədim daha hansını çəkim. İstəyirəm ki, hamısını belə göstərim. Bugünkü vloqum incəsənət vloqu olacaq. Çox gözəldir. Bu effektlər, rəsmlər, keçidlər, rənglərdən rənglər. Səs-küy çoxdur. Amma dəhşət. Dəhşət gözəl şəkillərdir. Belə bu ata baxın. Hələ bu ata. Əslində bu müsabiqə bir neçə ildir ki var, yəni çoxdan var, təzə bir müsabiqə deyil, hər il keçirilir. Ancaq biz 2 ildir ki bu müsabiqəyə qatılırıq və 2 ildə də hələ ki hədiyyəmizi alırıq, sertifikatımızı alırıq. Bu səfər də aldıq və uşaqlar da çox sevindilər. Ümumiyyətlə incəsənət elə bir sahədir ki, doğrudan da insanın ruhunu qidalandırır. Yaxşı ki, uşaqlara görə məcbur qalıb belə yerlərə gedirik. Yoxsa ki, özümüzün ağlına gəlmir ki, gedək hansısa bir rəsm sərgisinə, nə bilim, gedək hansısa bir tədbirə baxaq, qatılaq. Uşaqlara görə qatılırıq və inanın ki, gözümüz, könlümüz oxşuyur. Bir də ki, mən belə yerlərə gedəndə həmişə özümə söz verirəm ki, yenə gələcəm bura, yenə baxacağam, hər hansı bir sərgidirsə yenə gəzəcəm, muzeydirsə mütləq gedəcəm. Və deyirəm, sonra da həmin sözüm yadımdan çıxır. Qayıdıram sonra normal həyata, gündəlik problemlər, gündəlik rutin həyatımız və həmin o verdiyim sözlər yaddan çıxır. Və bu da Ayazın rəsmi, Ayazın öz ideyası idi. Dedi, istəyirəm ki, dünya olsun, dünya gülsün. Bizdə də maksimum dünya bu qədər gülə bildi. Təbii ki, mən də kömək elədim. Ancaq bu rəsm alınana kimi hardasa 1-2 dənə biz əlavə A3-də korladıq. Və nəhayət onların arasından səliqəli bu çıxdı. Ona görə bunu göndərdik. Tədbir Xətai Sənət Mərkəzində keçirildi. Keçən ildə orada keçirilmişdi. Biz orada olanda tələbələr də var idi, işləyirdi. Əgər sizin də rəsmə marağınız varsa, özünüz üçün və yaxud övladlarınız üçün professional şəkildə öyrənmək istəyirsinizsə, ora müraciət edə bilərsiniz. Dərslər əməkdar rəssamlar tərəfindən aparılır və inanın ki, yer də yox idi. Bir neçə valideyn müraciət elədi ki, uşağı qoymaq istəyirik, yazmaq istəyirik. Heç cürə planlaşdıra bilmədilər. Mən heç bilmirdim ki, rəsmə bu qədər tələbat var imiş. Bu otağın isə gözəlliyini qoyuram bir qırağa. Otağın o qədər gözəl qoxusu var idi ki, otaq çox belə qəşəng, köhnə qoxurdu. Bizim uşaqlığımızın qoxusu idi elə bil ki. Uşaqlığıma qayıtdım bir anlıq sanki. Burada diqqətimi bir dənə bu samavar çəkdi. Elə almaq istəyirdi. Təzə çəkdik ki, bir dənə samavar alaq özümüz. Özü bu qəşəng qalınandandır. Nəsə, lənət sənə kör şeytan. Aklıma kötü-kötü şeylər gəlir. Ayaz, qoy onu ora. Bu da ütüdür, köhnə ütülərimiz. Ay da çox ağırdır. Belə qəşəng şeylər var, maraqlıdır. Bizim tariximiz. Ayaz deyir, o kişi bizə baxır. Ayaz, bu bizə nə edirdilər o vaxtı? İdman edir. Yox, belə edirdin, içinə kömür tökürdün, bağlayırdın və ütülürdün. Belə, hə. Ağırdır. Çox ağırdı. Bundan idman Bundan necə edəmək. ütülüb paltar. Bundan idman edəmək. Amma sən qaldırma, olmaz. Bax. Bu məcmeydən mənim qaynamda da var, mamamda da var, qazandan da. Nəsə rəqəm yazılır. Hə. Belə qədimi şeylər çox var. Saat.
tədbirdən çəkdiyim görüntülərə baxın. Mən isə sizinlə biraz söhbət eləmək istəyirəm. Mövzumuz uşaqlardır. Mənim bu axır vaxtlar demək olar ki, yaralı yerimdir. Uşaqlar get-gedə böyüyür, ətrafları artır, daha çox sosiallaşmağa başlayırlar və inanın ki, ətrafda elə uşaqlar var ki, mən qalıram belə, baxıram ki, ay Allah, bu uşaq hələ indi belədirsə, biraz böyüsə bu uşaq necə olacaq? Onu da deyim ki, hər bir uşaq ailənin güzgüsüdür. Uşaq çölə çıxanda artıq hərəkətlərindən bilirsən ki, bu uşaqla münasibət necədir evdə, bu uşaq hansı mühitdə böyüyür. Həm də indi yaydır, uşaqlar daha çox həyətə çıxırlar, bir-birlərlə oynayırlar. İnanın ki, mən çıxıram uşaqlarımı görməsəm gözüm narahat oluram. Və baxıram ki, başqa valideynlərə otururlar, məsələn, söhbət edirlər, uşaq yıxılır, uşaq kimsə söyür, uşaq orada dalaşır, uşaq özünü yolun ortasına atır və valideyn heç bir reaksiya vermir. Heç reaksiyanı da qoyuram qırağa, çönüb bir baxmır ki, axı mən bu həyətdə bir uşaqla düşmüşəm, görəsən o uşaq harda qaldı. Mən öz uşağımla bərabər başqa uşaqlara da baxmalıyam ki, mənim uşağımı söyməsinlər, artıq əski hərəkət eləməsinlər, qıraqda qorxutmasınlar. İnanın ki, artıq çətinlik çəkirəm. Hələ 4-5 yaşlı uşaqların əlində enerjisklərlə gəzməklərini demirəm. İnanın ki, mən onları görəndə şok keçirdim birinci dəfə. İndi artıq öyrəşmişəm, düzü, gözüm öyrəşib. Hələ valideyninə də deyəndə, valideyn deyir ki, neyiniyim, uşaq istəyir, alıram, ağlayır. Valla belə şeylər mənə təəccüblü gəlir. Mən demirəm, mən öz uşaqlarımı hər şey qadağan eləmişəm, ziyanı heç nə yemirlər, içmirlər. Xeyr, bizdə hər uşaqlar hər bir şeyin dadını yetərincə bilirlər, hər bir şeyi də dadıblar. Təbii ki, öz yaşlarına uyğun olan qidaları yeyiblər. Sizə bir əhvalatımı da danışım, elə uşaqlarla bağlıdır, təzəyiçə olub. Deməli, uşaqları salmışam həyətə. Uşaqlar oynayırlar, mən də nəzarət edirəm. Yay vaxtıdır, həyətdə də çox uşaq olur. Və uşaqların yarısının mamaları demək olar ki, oradaydı və bu mamalar özləri üçün kampaniya qurmuşdular. Bir 20 dənə uşaq var idisə, uşaqlara nəzarət edən 3 valideyn var idi və onun biri də mən idim. Qalan uşaqların hamısının valideynləri oturublar, samavar qaynadırlar. Başları qarışıb yeməyə, içməyə, söhbətə və mən də dayanmışam, uşaqlarıma baxıram və bir də gördüm ki, mənim arxamda bir maşın var və o maşın xodlandı və dayandı. Mən bir dəfə fikirləşdim ki, axı mən o maşına keçən heç kimi görmədim ki, o maşına kimsə keçsin, otursun. Və çöndüm maşına, baxdım ki, maşında 5 yaşında bir oğlan uşağı. İnanın ki, mən o uşağı gördüm və mənim dizlərim qurudu. Elə bu vaxt uşaq başladı maşını ikinci dəfə xodlamağa. Bir Allah bildi, bir də mən bildim ki, mən o uşağı o maşından necə düşürtdüm. Elə bu vaxtda da başqa bir valideyn qaçdı ki, anasına xəbər versin. Ananın reaksiyası isə ümumiyyətlə ayrı bir mövzudur. Görəsən uşaq ayağını qaza bassaydı ana o qədər rahat olardımı, yoxsa yox. Ayaz Zeynallı. Bu da bizim çamadanlarımız. Bilirsiniz ki, vlogumdan da izlədiniz. Bilirsiniz ki, bizim rəsm müsabiqəmiz var idi. Oraya getmişdik və oradakı hədiyyələrimiz deməli necədir? Əslində bu keçən ilki eyni hədiyyələrdir. Bu ildə verdilər. Bu keçən ilki hədiyyələrdir. Bu da bu iki hədiyyələrdir. Mən bunları saxlatmışdım ki, uşaqlar məktəbə gedəndə istifadə edirlər. Həmin ərəfədə bizim evdə karandaş, belə flomaster falan çox idi. Saxlatmışdım ki, məktəbə gedəndə istifadə edirlər. İndi bu gəldi. Yəni ki, indi bunları açıb verəcəm. Onları göstərməmişdən qabaq uşaqların diplomlarını göstərim. Arazın 15 illik yubileyi münasibəti ilə uşaqlar şəkil çəkməli idilər, seçilməli idilər. Minlərlə uşaq var idi demək olar ki. Və oradan 50 nəfər uşaqlar seçildi və 50 nəfər uşaqlarından 50 uşaq içərisindən bizimkilər də qalib olmuşdu. Belə bir sertifikat hərəsinə və belə həvəsləndirici hədiyyə. Deməli bu kimin idi? Ayazın. Bu Ayazın. Belə bir nabordur. İçində karandaşı, flomasteri, bu bilmirəm, meldir, krayondur, necə biz buna belə deyirdik və kraskalar və belə də rəngləmə kitabçası. Burada heyvanlardır.
Belə bir rəngləmə kitabçası. Bu ayazında indi biz nə edəcəyik? Bir karandaşlara da işarə qoyacağıq. Çünki bunların karandaşları falan qarışır bir-birinə. Flomasterlara, karandaşlara, kraskalara, yəni burada nə görürsünüzsə bu qablara hamısına indi mən işarə qoyacağım. Çünki bunlarda da eləmişəm. Bilirik ki, hansındandır. Bu da Nurayın, eyni şeydir. Hər şeyi var. Bunları inşallah saxlardan məktəbdə istifadə edərlər. Çünki ortalıqda karandaşımız, hər şeyimiz çoxdur da. Bu isə keçən ilkilərdir. Görün buradan nə qalıb içində. Flomasterlar qalıb. Şimdi bunu verəcəm, bunları istifadə eləsinlər. Və biz burada qeyd eləmişdik. Keçən il bunların hamısını işarələmişəm. O çıxmır. Çıxdırım. Çıxdır. Bu ayazında işarə olunmamış da. Gördün Nuray, bu ayazındır. Bu ayazındır. İşarə olunmuşlar ise Nurayındır. Nurayda görür, hə. Ay. Keçən ildən qalanlar. İndi bunları gözüm istifadə eləsinlər. Belə dırnaq lakı ilə işarələmişəm ki, bir-bir hər bir şeyi ki bilinsin. Kraskalarını bitirmişdik. Bu karandaşlarını Nuray qırmışdı. İstifadə eləmişdik. İndi onsuz da verəcəm. Bunları istifadə eləsinlər. Nə inirlər eləsinlər. Bu sənin idi Nuray. Buyur. Bu sənin. Ayaz, bu da sənin. Səndə hər şey qalıb demək olar ki. Verim istifadə edirsən? Ver. Verdim. Makvin. Bunlar da qaldı inşallah məktəb başlasın. İnşallah məktəbində istifadə edəcəyik. Bilirsiniz ki, fikirləriniz mənim üçün hər zaman dəyərlidir və önəmlidir. Ona görə də yorum yazmağı unutmayın. Əgər kanalımı hələ də takip eləmirsinizsə də mütləq və mütləq takibə də alın. Bu dəfəlik də bu qədər. Allah'a əmanət olun, sağ olun.